Bayramov Səfxan Cəfəroğlu, ehtiyatda olan polkovnik leytenant, daxili qoşunların sıralarında xidmət eləmişəm. Ehtiyatda olan zabit Mahir Məstəliyev. Ehtiyatda olan polkovnik Şabanov Sabir Qaraçıoğlu. İmam Quliyev Elçin Bəyləroğlu. Ağdamda 36-50 hərbi hissədə daxili qoşunlarda qulluq eləmişik. Salmanov Rahib Rasiboğlu. Prisəqədən sonra bizi yönətdilər Ağdam şəhərinin bu əhəmiyyətli rayonuna. Fəxrəddin Necəfov digər vətən övladları kimi öz istəyi ilə vətən savaşına qoşulan igidlərdən biri olmuşdur. O qardaş. Vay, salam. Nə varsan, nə Sağ ol, varsan? şükür Allah, yavaş. Sən nə varsan? Sağ ol, mən Goronboydan gəldim Mingəçevirə ki, həm səndən görüşeyim, həm də rəhmətlik bizim milli qəhrəman Necəfov Fəxrəddini yad eləyək. Allah rəhmət eləsin. Fəxrəddin Vəliyəddin oğlu Necəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində anadan olmuşdur. O 9-cu sinifə qədər Nəsimi rayonundakı 19 saylı orta məktəbdə oxumuş, daha sonra isə təhsilini Yevlax şəhərində davam etdirmişdir. Fəxrəddinin gəncliyi illəri şən və mənalı keçib. Hər il yay tətili günlərində ailəsi ilə birlikdə baba yurdu olan Zəngəzur mahalını üst tutardılar. Günlərinin çoxu Hacalı, İşıqlı, Üçtəpə dağlarında keçər, allı güllü dağ yamaclarından saatlarla qıy vuran qartallara, bülbüllərə, torağaylara tamaşa edər, Arpa çayının sahillərini seyr etməkdən doymazdı. Orta təhsilini başa vurduqdan sonra Fəxrəddin ordu sıralarına yollanır. O 1985-1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətinin Naryanmar şəhərində hərbi xidmətdə olmuşdur. Əskərlik dövründə komandanlıq tərəfindən dəfələrlə valideynlərinin ünvanına razılıq məktubu gəlir. Goranda işləyəm, təsadüfən gedirəm evə, abidə. Avtobusdan 2 nəfər düşür. Mindirirəm maşını apardım. Bu oğlan üz simasından tanıyırım ki, mən hardasa görmüşəm. Maşını saxladım, bunları da aparım Goronboy rayonuna. Sual verdim, kim gələ qonaq deyirsiniz? Dedi, baş həkim var, deyir. Allah rəhmət eləsin, Müzəffər doktor gibi. Allah rəhmət eləsin. Getdik, neysə, oğlanın üzünə baxdım, dedim, məsləhətdə harda olmuşsan sən? Rasiyadan dışarıda olmuşsan, üzün mənə tanış gəlir, siman. O da mənə qayıtdı ki, Asiyətdə falan yerdə olmuşam, gördüm, uyğun gəlmir. Rasiyada falan yerdə olmuşam, uyğun gəlmir. Və mən səni harda görmüşəm? Rayona çatana yaxın Goronboy, dedim, mən səni bir nəfərə oxşadım. Dedi, kimdir? Dedim, mənim komandir rotum olubdur, baş leytenant Necəfov Fəxrəddin. Dedi, hə, mən onun balaca qardaşıyam. Neçə ildən sonra təsadüfən onun qaş, göz, üz simasını mən oxşatdım ki, bu hardası görmüşüm, Makasiya komandirin qardaşıymış, balaca qardaş. Sonra o müharibədə cəsur ürəkliyini danışdım ki, belə cəsur ürəklidir, unikal zabitdir, ondan çox şeylər öyrənmişik. Evdən gələn günüsü getdi, Allah ona qəni-qəni rəhmət etsin, şəhid oldu. Bütün, yəni çox adamlara salam verməmiş, gördü ki, batalyon əsgərlər döyüşə girir, bir-iki nəfərə salam verdi, o birlərə əllə belə uzaqdan salam verdi ki, qaydanda görüşərəm. Özünü soxdu o uşaqların içinə, əsgərlərin içinə, getdi.
Mənim oğlum, mənim qardaşım milli qəhrəman Fəxrəddin Nəcəfovun adını daşıyır. Onun indi 12 yaşı var. Hal-hazırda orta məktəbdə oxuyur və mən istəyirəm ki, onun adı hər zaman yaşasın. Fəxrəddin əsgəri xidmət borcunu yerinə yetirdikdən sonra Bakıya qayıdır və 9 ay Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yanğından Mühafizə İdarəsində işləyir, elə həmin idarədən də Xarkov şəhərinə oxumağa göndərilir. O, Xarkov şəhərindəki Petrovsk adına yanğından mühafizə hərbi texniki məktəbində 2 il yarım təhsil aldıqdan sonra Bakıya qayıdaraq bir müddət Respublika Yanğından Mühafizə İdarəsində işləyir. Həmin illərdə düşmən Qarabağ və ətraf rayonlarda qırğınlar törədir, dinc əhaliyə divan tuturdu. Hər gün cəhbədən gələn ağır xəbərlər Fəxrəddinə rahatlıq vermirdi. Artıq 1991-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzü güclənirdi. Torpaqlarımızın bütövlüyü və toxunulmazlığı uğrunda gedən döyüşlərdə əskər və zabitlərimiz qəhrəmancasına vuruşurdular. Həmin ilin oktyabrında Fəxrəddin hər bir cəsur vətəndaş kimi könüllü olaraq cəbhəyə yollanır. Daxili qoşunların sıralarına vətəni qorumaq eşqi gətirmişdi. Mən belə deyərdim. Ona görə ki, Fəxrəddin Daxili İşlər Nazirliyinin digər orqanlarında xidmət edirdi, xidmət keçirdi. Fəxrəddin özü müraciət əsasında daxili qoşunların sıralarında xidmətini davam etdirmək üçün gəlmişdi. Goranboy rayonunun Todan və Buzluq kəndlərinin düşməndən təmizlənməsində yaxından iştirak edir. O, ilk dəfə olaraq ermənilərin vəhşiliklərini burada görmüşdü. Todan kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərir. Onun adı gələndə düşmənin canına vəlvələ düşürdü. Fəxrəddin mənim xalam oldu. Oğlu olmamışdan da bir əvvəl Fəxrəddin bizə həmişə böyük bir qardaş kimi olub. Döyüşlər başlayanda mənim 12 yaşım var idi. 12 yaşımda mən onu həmişə hərbi formada görürdüm. Bu gün mənim hərbiçi olmamın səbəbi elə Fəxrəddindir. Fəxrəddinin mən belə xatırlayıram ki, döyüşlər başlayanda leytenant hərbi rütbəsində idi. Döyüşlərdən sonra elədiyi qəhrəmanlığına görə az müddətdə, elədiyi süzayətinə görə, qəhrəmanlığına görə vaxtından tez baş leytenant hərbi rütbəsinə layiq görülmüşdü. Goranboy rayonu ərazisində neçə kəndlərin erməni quldurlarından təmizlənməsində Fəxrəddin Nəcəfovun misilsiz xidmətləri olub. 1992-ci ildə Goranboy döyüşlərində erməni faşistlərini darmadağın etdikdən sonra iyun ayının əvvəllərində Fəxrəddin Ağdam cəbhəsinə göndərilir. Artıq döyüşlərin şiddətli bir vaxtında daxil qoşunların en sayılı hərbi hissəsinin alay komandiri kimi Ağdam bölgəsinə ezam olmuşuq. Zabitlər çox az idi, gizlilər az idi. Demək olar ki, en sayıda zabit lazım olduğu halda 4-5 nəfər zabit, 4-5 nəfər gizlir var, hansı ki, keçmiş SSR-də qulluq etmişdi, hərbidən az-çox anlayışı vardı. Və gənc zabitlərdən biri də Fəxrəddin Nəcəfov həmin döyüşlərdə bizimlə bir yerdə iştirak edirdi. Burada o daha ağır mənzərə ilə qarşılaşır. Leytenant Fəxrəddin Nəcəfov rota komandiri kimi öz üzərinə düşən çətin bir işin öhdəsindən cəsarətlə gəlirdi. Fəxrəddin Nəcəfov daxili qoşunların 9 milli qəhrəmanlığından biridir. Fəxrəddin Nəcəfov mən ilk dəfə iyun ayının ortalarında Ağdam rayonunda tanış olmuşam. Həmin dövrdə Naxçıvanik, Aran zəmin kəndləri istiqamətində çox ağır döyüşlər gedirdi. Yaxşı xatırlayıram ki, bir gündə
ermənilərin çox dəhşətli hücumlarına qarşı Fəxrəddin öz əsgərləri ilə dayanmışdı. Çox kəskin bir hava şəraiti yaranmışdı. Selləmə yağış yağırdı və səngərlənmək, əsgərlərin həmin o vəziyyətdə düşmən qarşısında durması doğrudan da çətin idi. Mən ilk dəfə Fəxrəddinin elə ilk qəhrəmanlığının orada şahid oldum ki, elə bir şərait, elə bir dözülməz şəraitə baxmayaraq öz mətinliyini orada qoruyub saxlaya bilmişdi. Nəinki öz mətinliyini qoruyub saxlaya bilmişdi, əsgərlərinə də rəhbəri eləməyi orada bacarırdı. Belə bir söz var, əzmkar, cəsur komandirin həmişə də cəsur şəxsiyyəti olur. Fəxrəddin öz dəstəsinlə, ümumiyyətlə Azərbaycanda ilk kəşfiyyat dəstəsinin komandiri olub. Döyüşün əsas həlledici məqamlarından biri düşmən haqqında məlumat almaq üçün kəşfiyyat işlərinin həyata keçirilməsidir, kəşfiyyatın keçirilməsidir. Fəxrəddin bu işlərdə həmişə öndə gedirdi. Bütün işlərdə nizam, intizam, danışmaq, yerimək, bütün işlərdə hamıya kömək edərdi, hamıya dəstək olurdu ki, necə etmək lazımdır. Çox gözəl komandir idi. Fəxrəddin Nəcəfov bizə böyük qardaş kimi idi. Çox gözəl, çox insan. Həm də döyüşçən əsgərlər necə silahı necə tutmağı, necə düşməni məhv eləməyə ən çox o bizə öyrətdi. 1992-ci ildə Ağdamın Canyataq və Gülyataq kəndləri ətrafında gedən qanlı döyüşlərdə Fəxrəddin Nəcəfovun igid əsgərləri düşmənin xeyli canlı qüvvə və hərbi texnikasını məhv edir. Cəsur komandir döyüşlərin birində ayağından yaralanır. 10 gün Ağdam Hərbi Hospitalında müalicə aldıqdan sonra yenidən döyüş dostlarının yanına qayıdır. Canyataq uğrunda gedən döyüşlərdə Fəxrəddin ikinci dəfə ağır yaralanır. Bu dəfə yarası ağır olduğu üçün onu təcili Bakıda yerləşən hərbi hospitala aparırlar. 15 gün idi müalicə alırdı. Biz onun yanına gedəndə tam sağalmamışdı. Yəni yaraları hələ təzə idi. Nə qədər bizim valideynlərimiz, öz valideyni, yəni həkimlər tərəfindən nə qədər Fəxrəddinə məsləhət görsələr də ki, getmə, yaraların sağalmayıb, sən belə yara ilə döyüşə yenidən gedə bilmərsən. O heç kimə qulaq asmadı. Yenidən öz arzusu ilə, könüllü olaraq yerindən döyüşlərə yollandı. Özü də deyirdi ki, siz başa düşmürsünüz, mənim bölüyüm orada qalıb, mənim bölüyüm məni gözləyir, mən onları qoyub bura gələ bilmərəm. Və yenidən döyüşlərə getdi, yaralı ola-ola. Bizim ən birinci döyüşümüz, yəni Qalaçı döyüşü olubdu Fəxrəddin Nəcəfovla. Yəni səhər saat 5 iradələrində ermənilər qəflətən hücum elədi. Yəni bizim də bir tankımız var idi. Kənd cəmaatı da, yəni ermənilər bilirdi ki, yəni bizdə tank var. Amma bilmirdi ki, yəni 40 nəfər həmin kəndi saxlayar. Yəni Qalaçı kəndinə gedəndə də demək olar ki, Ağdam rayonunun yarı bir hissəsi gedir. Yəni əsas yer ermənilərin girişi oradan idi. Yəni Qalaçı geçsəydi, Ağdamın yarısı gedəcəkdi. Səhər saat 5 iradələrində ermənilər hücum eləyəndə, yəni 2500-ə yaxın, yəni erməni əsgəri qazancılardan hücuma keçmişdilər. Yəni onlar inanmazdı ki, yəni 40 nəfər o 2500 nəfərin qabağını alar. Yəni orada biz yaralı oldu, yəni itki demək olar ki, vermədik. Yəni bir nəfər. Yəni biz onu bir nəfəri itki kimi saymırıq, şəhid vermədik. Yəni 40 nəfər 2500 nəfərin qarşısını aldı. Yəni bizdə tank var, tank kodlanırdı. Yəni onlar inanmazdı ki, yəni bu 40 nəfər 2000 nəfərə qarşı, yəni 40 nəfəri onlar elə hesab elədilər ki, onlar
Axırda bildilər ki, bu təzə gələn əsgərlərdə Sumqayıt batalyonudur, xüsusi təyinatlardır. Yəni bacarmadılar. Onda da biz çox əsir götürdük. Bir dənə də snayperist götürdük, qadın idi. Nəcəbov milli qəhrəmanımız komandirlə də elə orada tanış olduq. Elə birinci döyüşdə, yəni hamı bir-birini tanıdı ki, kim nətər döyüşçü, nətər saldatdır. Döyüşlərin qızğın çağında Fəxrəddinin başçılıq etdiyi bölgəyə çətin döyüş tapşırığı verildi. Yuxarı qərargahdan göstəriş gəldi ki, Mehmana Hündürü istiqamətində Cənyataq, Gülyataq deyilən yerdə, Mehmana Hündürlüyündə 1462 Hündürlük deyilən bir yerdə var. Bizim pilot ermənilər tərəfindən vurulurdu. Vurulmuşdu, Stribitil maliklikdə idi. Stribitil ora düşmüşdü. Yəni Cənyataq, Gülyataq kəndində də yəni o katapult eləmişdi. Patinkasının biri qalmışdı Stribitildə. Və həmin pilotu oradan azad etmək lazımdır. Əlbəttə, bunu çox məsuliyyətli bir şeydir. Bu işin ötəsinə gəlmək üçün çox anlayışı olan zabit və gizirlər lazım idi. Dərhal ilk yada düşən elə Fəxrəddin oldu ki, yəni belə ağır tapşırığın aparılması, belə tapşırığın yerinə yetirilməsinə o qadirdir. Yəni onun o peşəkarlığı, o biliyi, o istəyi, o qəhrəmanlığı o qadirdir. Mən ona həmişə inanırdım və çağırıb onun göstəriş verdim və onunla kəşfiyyata və onunla iştirak edən əsgərlərə həmin bu əməliyyatı yerinə yetirilməsi. Demək olar ki, səhər saat 6-da əvvəlcədən planlaşdırılmış plan üzrə həmin istiqamət minalardan təmizləndirildi və saat 8 radələrində biz artıq əməliyyatı yerinə yetirmək üçün hərəkətə başladıq. Belə idi ki, məsəl üçün, müəyyən məsafə vardı ki, məsəl üçün, hansı ki, o məsafədən uçuş aparatları öz təyin olunmuş döyüş tapşırığını yerinə yetirməli idi. Amma elə olurdu ki, o məlumatlar, kəşfiyyatın məlumatları biraz dəqiq olmurdu və bizim uçuş aparatları düşmənin ərazisinə keçirdi. Yəni, o xətti keçirdilər, cəbhə həddini keçirdilər və ona görə də hadisələr olurdu ki, bizim uçuş aparatları səmada vurulurdular. Və əgər hündürlük imkan verirdisə, pilotlar vertolyotu, ya samolotu, ya təyyarəni tərk edirdilər. Bu da çox vaxt onunla nəticələnirdi ki, onlar düşmənin ərazisinə düşürdülər. Uçuş aparatları ki, bu düşmənin ərazisinin üzərində vurulanda bizim təyyarəçilər düşürdülər paraşutla ermənilərin ərazisinə. Və onları oradan təxliyə eləmək üçün xilas edici vertolyotlar olurdu. Əgər imkan olurdusa, onların köməkliyi ilə o təyyarəçiləri biz oradan təxliyə eləyirdik. Amma elə olurdu ki, düşmən çox hazırlıqlı idi və onların vertolyotlara qarşı, samolotlara qarşı PZRK tipli raketləri vardı. Yəni bu Stinger idi, İqla idi, Strela 2 idi. Bunlar vertolyota qarşı işlənən raketləridir. Ona görə də burada başqa bir operasiyalar əmələ gəlirdi. 30 nəfərlik bir qrup hazırlandı. O qrupun içərisində biz də var idik, daxili qoşunların nümayəndəsi olaraq. Və biz Cənyataq, Gülyataq istiqamətinə qrup olaraq hərəkət fəaliyyətinə başladıq. Müəyyən meşə şəraitində, sıxlıq meşə ərazisində yerləşdik. Ondan sonra əməliyyatın növbəti hissəsinə keçərək pilotun axtarışına başladıq. Pilotun axtarışı keçirildikdən sonra biz pilotu qısa müddətdə tapdıq və geriyə göndərdik. Həmin əməliyyatı biz yerinə yetirəndən sonra saat 11-12-də əməliyyat qutardı. Mən həmin
pilot Lyoçki götürüb, aparıb qərargaha təhvil verdim və həmin qərargahda bizə pul mükafatı təqdim olundu və həmin o mükafatı mən gətirib orada iştirak edən, əskərindən, zabitindən tutmuş hamısına həmin o pulu paylamışam. Bu tapşırıq bir daha özünü göstərdi ki, gənc zabit Fəxrəddin vətən uğrunda hətta canından keçməyə də hazır idi. Ondan sonra əlavə tapşırıq olaraq bizə Ağdərə Xankəndi yolunun tutulması tapşırığı gəldi. O tapşırıq üzrə fəaliyyətə keçdik. Amma düşmən bu fəaliyyətimizi hiss edərək əvvəlcədən kəndi tərk eləmişdi. Düşmən kənd ərazisini boşaldıb, geriyə meşəli ərazilərə çəkilmişdi və bizi boşluğa, kəndin içərisinə buraxmışdı. Biz də kəndin içərisinə müxtəlif taktiki fəaliyyətlərlə davam elədik. Bu fəaliyyətdən sonra kəndin tam içərisinə girdikdə artıq bizi güclü atəşə tutdular. Atəşə tutmaq demək olar ki, bütün istiqamətlərdən atəş yağırdı üstümüzə və biz dərhal hiss elədik ki, artıq mühasirədəyik. Təqribən gəldiyimiz istiqamətdən bizi atəş gəlməməsi ehtimalını hiss edirdik, amma artıq mühasirəyə düşdüyümüzü hiss elədik. Ölən çox oldu, yəni yaralılarımız da çox oldu. Ermənilər 2 gün, 3 gün yəni bizi axtarırdılar. Öz istədiyimiz ki, nail olduq. Yəni təyyarəçi idi, onu çıxartdıq, yüksəklik idi, aldıq, amma itkin çox verdik. Yəni qayıt 3 gündən sonra çıxdıq. Çıxış yolları axtarmaq üçün dağılma vəziyyətinə düşdük. Qrup dağıldı və qrup dağıldıqdan sonra müxtəlif yerlərdən, müxtəlif günlərdə çıxmaq məcburiyyətinə qaldıq. Hətta 1-2 gün düşmənin öz içərisində, ərazisində qaldıq bizim bir neçə yoldaşlarla və yol tapdıq, müxtəlif vəziyyətlərdə oradan çıxdıq oradan. Bu çətin əməliyyatı uğurla yerinə yetirdiyinə görə Fəxrəddin Nəcəfova pul mükafatı və baş leytenant rütbəsi verilir. Ən ağır döyüş epizodlarında da Fəxrəddin birbaşa qabaqda gedirdi, iştirak edirdi. Hətta dəfələrlə xatırlayıram ki, mən elə döyüşlər var idi ki, müəyyən orada şəxsiyyət arasında intizamsızlıq yarana bilirdi. Amma döyüşdə belə şeylər ola bilir. Bu zaman sanki Fəxrəddin bir qoruyucu mələk kimi həmin sahəyə göndərildi, həmin istiqamətə göndərilirdi rəhbərlik tərəfindən və həmin ərazidə artıq düşmənin qarşısının alınması üçün bizim heç bir şübhəmiz yox idi ki. Yəni Fəxrəddin olan hansı mövqedə Fəxrəddin var idisə, ora bir etibarlı mövqe demək idi. Onun şəxsi döyüş hesabında düşmənin bir ədəd T-72 tankının, 2 PDM-nin, onlarla zabit və əskərin məhv edildiyi qeyd olunub. Fəxrəddin Nəcəfovla bağlı məktəbimizdə mütəmadi olaraq təbliğat işləri aparılır şagirdlər arasında. Doğum və anım günlərində məktəbdə tədbirlər keçirilir, sinif otaqlarında, akt zalında tədbirlərimiz keçirilir. Və keçirilən tədbirlərdə demək olar ki, şəhidlərlə və qəhrəmanlarımızla bağlı keçirilən tədbirlərimizdə hər zaman bütün vətən övladları anılır, o cümlədən Fəxrəddin Nəcəfov da. Bizim ən azından bir vətəndaşlıq borcumuzdur ki, onları bugünkü gənclər arasında təbliğ edək və onların belə deyək də yolunu davam etdirmək üçün bugünkü gənclərdə bir inam yaradaq. Fəxrəddin Nəcəfovun rəhbərlik etdiyi bölük Çıldıran kəndinin düşməndən azad edilməsində böyük şücaət göstərib. Bu, cəsur komandirin son döyüşü olur. O, 1992-ci il sentyabr ayının 4-də Çıldıran kəndinə gedən kəşfiyyat dəstəsinə rəhbərlik edirdi. Düşmən bu əməliyyatdan duyuq düşür. Ağdərə istiqamətində Çıldıran döyüşlərinə, Çıldıran kəndinin azad edilməsi uğrunda döyüşlərə əməliyyatına başladıq
Orada da müxtəlif qruplarla fəaliyyət göstərdik. Mən həmin zamanı biz artıq hazırlıq etapımızı keçəndən sonra müəyyən yerdə toplanma yeri var. Orada toplanmışdıq və növbəti komandanı gözləyirdik. Elə oldu ki, təsadüfdən də həmin əməliyyatda və o birinci qrupada rəhbərlik qəhrəmanımıza tapşırılmışdı, Nəzəfova tapşırılmışdı və o eyni qrupda yox, digər qrupda, ilk gələn qrupda fəaliyyətə başladı. Bakı şəhərinə gəlmişdi evdən. Deməli, meşədə uşaqların yarısından görüşdü, dağın başı idi. Uşaqların yarısına salamlaşdı, yarısı qaldı. Hətta aralıdan da belə salam belə için beləmək istəyirdi. Dedi, qaydında sizinlə görüşəcəm. Nəcəfov Rafiq təxminən bir 30-40 dənə əsgərlə döyüşə gedirdi. Bu da gördü ki, uşaqlar gedir döyüşə, yəni əsgərləri özünə can atdı ki, onlara qoşulun, mən də onlarla gedim. Torpaqlarımızı azad etmək uğrunda irəli. Asfaltla gedirdilər onlar döyüşə. Həmin istiqamət üzrə fəaliyyət göstərdilər və biz əlavə olaraq növbəti komanda ilə digər istiqamətdən həmin kəndə girməliydik. Və əməliyyatın üstündən bir neçə saat keçdikdən sonra onların tank və piyada daşıyan maşınların vurulması xəbərini eşitdik və orada yaralılarımızın şəhid olması xəbəri oldu. Və növbəti komanda ilə biz o istiqamətə yönləndirildik və onların təxliyəsi ilə tapşırıldı bizə. Artıq biz ora çatdıq. Doğrudan da qrupun yerləşmə ərazisinə tank vurmuşdu oranı. Tankın bir dənə lüləyi görsənirdi, stovol deyək də görsənirdi. Başqa heç sıra görsənirdi, meşənin içindən. Yəni diqqətlə baxanda görsən ki, oradan bir dənə durba görsənir. Həmin tank düz bu əsgərlərin komasını atmışdı. Bir çox yaralılarımız və şəhidlərimiz var idi. Onları geriyə təxliyə olduqdan sonra Nəzəfovun digər istiqamətdə yaralı olduğu xəbərini eşitdik. Fəxrəddin Nəzəfov sniper gülləsinə ya da PK gülləsindən tuş gəlmişdi. Amma yaralı o döyüşə əsgərləri sağ qalsın deyə, hamısı tamamilə məhv olmasın deyə irəli getmişdi. Yaralı Fəxrəddin Nəzəfovun qurtarılması üçün hərəkət elədik. Və orada yaralı ərazidən getdik, ancaq onu orada tapa bilmədik. Və axtarma fəaliyyətində düşməni biz görürdük. Onlar da bizi görmüşmüşlər. Oranı möhkəm ateşə tutdular. İri çaplı silahlarla, tanklarla demək olar ki, mümkün olma. Başımızı həmin bəlkə bir saatdan çox o ərazidən tərpənə bilmədik. Və arxadan artilleriya dəstəyindən biz yenidən növbəti geri çəkildik və təzədən Nəzəfovun axtarılması üçün həmin qrupla bir daha fəaliyyətə keçdik və onun yaralılığı yerindən müəyyən istiqamətdə mən yoldaşlarımdan aralandım və sürünərək müəyyən məsafəyə getdim və orada artıq rəhmətliyin bir ağaca dirənərək uzandığı, söykənərək gördüm və yaxınlaşdım ona. Deməli, mən nişancaqda avtomatla gözləyirəm ki, gələn olsa, düşmən gələn olsa atəş açın. Və silkələdim ki, yoxladım, komandir yaralı olmuşsan, gördüm ki, cavab vermir bu mənə. Artıq tam nəbzin yoxlayandan sonra gördüm ki, şəhid olub. Məstərəb Nəsimanın qucağını aldı, verdi mənə. Mən əllərimi keçirdim onun qol hissəsini arxa tərəfdən və təpənin başından qaldırdıq. Hər ikimiz Məstərəb Nəsimlə mən onu deməli sürüyə meşənin içinə gətirdik, təpəni aşırdıq bu tərəfə. Yəni düşmən həmin vaxtı səsləri gəlirdi, yaxın bir məsafədən. Təxminən 7-8, bəlkə 9 nəfər səs gəlirdi. Dili mən başa düşmürəm, amma danışırdılar onlar. Nəzəfovu həmin kritik ərazidən çıxartdıq geriyə və təxliyəsin təmin olundu, geriyə çatdırıldı. Ondan sonra artıq biz növbəti döyüş əməliyyatına başladıq və Çıldıran kəndin düşmənlərdən azad elədik.
Fəxrəddinin atası ilə də mən görüşmüşəm, daxili qoşunların hərbi hissəsində. Aradan bir müddət keçib dəqiq xatırlaya bilmirəm. Amma o hərbi hissəyə gələndə sanki o belə çox böyük bir fəxr hissi ilə gəlirdi ki, onun oğlu burada xatırlanır, sevilir. İnsanlar, onun xidmət yoldaşları onu sanki sağ imiş kimi xatırlayırdılar. Fəxrəddin Nəcəfov canı qədər sevdiyi torpağı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə çalır. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 sayılı fərmanı ilə Fəxrəddin Vəliyəddin oğlu Nəcəfova Azərbaycanın milli qəhrəmanı fəxri adı verilir. Ölümündən sonra. Bakının Nəsimi rayonundakı 266 sayılı orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbin həyətində büstü qoyulub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Döyüşün ən qızğın yerlərində heç vaxt çəkinmirdi. Yəni sanki bu insanda bir qorxu hissi yox idi. Onun hər bir hərəkəti zabit şərəfi demək idi. Birinci Qarabağ savaşına biz başladıq, sonunda Allah cəmi şəhidlərə rəhmət eləsin. Amin. 44 günlük müharibədə bunlar sonuna çatdılar. Müşfiq Mirzəyev. Nəcəfov kimi qəhrəmanlar, ayrı-ayrı qəhrəmanlarımız. Davamçıları da var. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Qazilərimizə Allah şəfa versin. Allah şəhidlərimizə də yeri cənnətlik olsun. Qabaq Gənclər Parkı idi. İndi Gənclər Parkı idi. Müşfiq Mirzəyevin adına. Adına Dostluq Parkı. Şuşada şəhid olsun. Allah rəhmət eləsin. Qanı rəhmət eləsin.